Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 27-sində Yevlax Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Azərtac xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, judo, bədii gimnastika, boks, kickboxing, taekwondo, karate, fitness və trenajör zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək. Azərbaycanın ev sahiblik etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman kompleksində təşkil olunacaq. Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, möhtəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.